Biz Güneylilərin bu günləri vəziyyətimiz deyirlər ki, ana dilimiz qadağadır, amma Pezeşkiyan da bir müsahibə elədi ASTV-nin xəbərniqarı ilə, orada müxbirlə və söhbətlərində də farsça danışdı. Biz Güneyliləri çox kədərləndirdi və narahatçılıq yarandı ki, orada dilmacaya, mütərzimə nə niyaz vardı, hələ orada biri də arada olar ki, onun sözlərini yetirəm. Gərəklidir ki, Azərbaycan türkçəsində müsahibə verəydi və arada da bir etirazı oldu, indi ola bilər şirinlik yaratmaq üçündür, ya nədir? Nəysə, o da bu şeylərindən idi, haşiyələrindən idi bu görüşü ki, Tehrana getmişdi o müxbir. Buyurun, eşidək sizdən. Bu, İranla Azərbaycanın əlaqələri bildiyiniz kimi yaxşı durumda deyildi. Amma ki, sizcə bu səfəri Pezeşkiyanın olan əlaqələri ki, vəziyyəti yaxşı doğru idi, durumu yaxşı deyildi, eləyə biləcək bu Pezeşkiyanın Azərbaycana gəlməsi ilə ara yumuşalsın və təadülə yetişsin və mütəadil bir diplomatik əlaqələr qurulsun. Buyurun. Məhbub bəy, Mehdi bəy, axşamınız xeyir. Bütün izləyiciləri də salamlayıram. İran prezidenti Məsud Pezeşkiyanın Azərbaycana səfəri ilə bağlı müzakirələr Azərbaycan Cumhuriyyətində, Respublikasında hardasa bir aydır gedir. Mənim də müəyyən yazılarım oldu, paylaşımlarım oldu. Digər mənim həmkarlarım da bu istiqamətdə müxtəlif müzakirələrdə iştirak edirdilər. Yəni, həm səfərdən öncə, həm də bugün səfər artıq baş tutub, iki yanaşma mövcud idi. O yanaşma bugün də öz aktuallığını qorur. Birinci yanaşma budur ki, İslam inqilabından bu yana, yəni İran İslam inqilabından bu yana ilk siyasətçi, Azərbaycanlı siyasətçi İranda prezident seçilib, müsbət qarşılanır. Tehranda, digər şəhərlərdə onun Azərbaycan dilində Şəhriyardan dediyi o şeirlər Azərbaycanda müsbət qarşılanıb və düşünür, belə yanaşma mövcud idi ki, birinci yanaşma bundan ibarət idi ki, yəni Pezeşkiyan səfəri də çox uğurlu olacaq, iki tərəfli əlaqələrə Pezeşkiyan əhəmiyyət verir, Azərbaycan da əhəmiyyət verir və münasibətlərdə biz yeni istiqamət qazanacağıq, əlaqələr daha da inkişaf edəcək. Bu birinci yanaşmadır. İkinci yanaşma isə bundan ibarətdir ki, bəs İran prezidenti Məsud Pezeşkiyan xoş niyyətli olsa da, yəni bütün bu münasibətləri inkişaf etdirmək onun əlində deyil. Yəni, İran konstitusiyası var, səlahiyyətləri də yüksək deyil və Azərbaycanla bağlı İranda qərar verən müxtəlif mərkəzlər var. Yəni, deyəlim ki, 3 mərkəz varsa, biri prezidentdir, o birisi ikisi ali dinli lider və ətrafı, üçüncü də Sepah və o generalları ora aid etmək olar. Yəni, bu iki mərkəz də qərar verə bilir Azərbaycanla bağlı və bu iki mərkəzin qərarları heç də hər zaman müsbət olmur. Əksinə, Azərbaycan əleyhinə təxribatçı açıqlamalar, nə bilim, hansısa ali dini liderin nümayəndəsini Ərdəbildə, digər şəhərdə Azərbaycan əleyhinə açıqlamaları, çıxışları təxribatçı olur. Üstəgəl sərhəddə vəziyyət hər zaman mürəkkəbdir. Narkotik İrandan Azərbaycana keçirilir. Azərbaycan səfirinə hücum edildi ki, o hücum edənin, belə deyək, ölüm hökmləri yerinə yetirilməyib. Bütün bunlar, bu problemlər ortada. Bu da ikinci yanaşmadır. Və Azərbaycan ekspertlər arasında bir qrup birinci yanaşmaya üstünlük verir ki, Pezeşkiyan soydaşımız olduğuna görə münasibətlər bundan sonra inkişaf edəcək. Belə düşünən ekspertlər də var. İkinci yanaşmaya üstünlük verənlər də var ki, bəli, İran prezidenti xoş niyyəti var, Azərbaycanca danışması bizim xoşumuza gəlir. Amma orası da var ki, prezident Pezeşkiyan olmur, kim olur olsun İranda prezident, qərar verə bilmir. Qərarı verən başqaları da Azərbaycanla münasibətlərin normallaşmasına, belə deyək, üstünlük vermirlər. Bu iki yanaşmadan hansının üstünlük qazanacağını biz yaxın müddətdə görəcəm. Mən özüm də o qədər optimist deyiləm, belə deyək. Yəni, mənim də Pezeşkiyan bu baxışlarına ola bilsin müəyyən qədər xoşum gəlsə də, amma başa düşürəm ki, reallıq var. Reallıq isə ondan ibarətdir ki, Pezeşkiyan istəsə belə Azərbaycanla münasibətlərin normallaşmasına başqaları qərar verir. Bu bir. İkincisi də örnəklər var. Yəni, Pezeşkiyan Azərbaycan olmasın, digər məsələlər olsun. Məsələn, Amerika prezidenti ilə danışıqlara hazır idi. Amma ali dini lider onun ağzının üstündən vurdu və özü də etiraf etdi ki, ali dini liderin qoyduğu siyasətdən kənara çıxmayacaq. Eləcə də bu sözlər Azərbaycana aiddir. Yəni, əgər ali dini lider, Sepah generalları Azərbaycan əleyhinə
təxribatları davam etdirəcəklərsə, Pezeşkiyan gücü çatacaqmı bu siyasəti dəyişsin və yaxud korrekt etsin? Çətin ağlım kəsir. Çünki 30 illik bizim təcrübəmiz də var. Pezeşkiyandan qabaq da möhtədil dırnaqarası deyirəm, prezidentlər olub, Həsən Ruhanisi olub, nə bilim, daha əvvəl 8 il prezident olmuş Məhəmməd Xatəmi olub. Onlar nəyə dəyişiblər ki İranda? Hansı daxili və xarici siyasətdə uğur qazanıblar ki, Azərbaycanla münasibətləri inkişaf etdirə biliblər ki? Xeyr, biz hər zaman təxribatlarla üz-üzə qalmışıq, elə onların olduğu dövrdədir. İran prezidentinin müsahibəsinə gəldikdə siz də toxundunuz Məhbub bəy. Yəni, mən bu haqda yazmışdım əslində ki, İran prezidenti Azərbaycana gəldikdə onun iki seçimi var. Ya Azərbaycan prezidenti İlham Əliyevlə Azərbaycan dilində danışacaq, ya da rəsmi dil olan İranın rəsmi dili fars dilində danışacaq. Mən düşünürdüm ki, Azərbaycan dilinə də üstünlük verə bilər. Bu halda, yəni biraz da belə deyək, burada biraz öz reytingini də gücləndirir Azərbaycanlılar arasında. Amma onu da fikirləşirdim ki, Azərbaycan dilində danışmaya da bilər. Niyə? Çünki həmin o mühafizəkar qüvvələrdən çəkindiyinə görə. Çünki gəlib Azərbaycanda Azərbaycan dilində danışsa bütün görüşlərdə, onda yəni Pezeşkiyan bilirdi ki, onu topa tutacaq həmin o mühafizəkar dairələr. Bir dəfə belə bir hadisə, oxşar hadisə olmuşdu. Hansısa konferansda Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyip Ərdoğanla üz-üzə gəlmişdi. Ona da Ərdoğan Pezeşkiyana demişdi türk dilində danışır. O da demişdi türk dilini bilirəm, amma rəsmi dil farsdır. Yəni bununla əslində Ərdoğana demişdi ki, mən sizinlə türk dilində danışsam, məni topa tutarlar və mən hesab edirəm mühafizəkarlar çəkindiyinə görə həm Tehranda Azərbaycan jurnalistinə müsahibəni fars dilində verdi. Halbuki Azərbaycan dilində verə bilərdi rahat şəkildə. Həm də bugün Bakı görüşlərində elə fars dilində danışır. Amma burada Azərbaycan prezidenti bir strateji bir addım atdı. Nə idi bu addım? Yəqin görüntüləri də siz izləmişsiniz. Rəsmi görüşdən sonra Bilgəhdəki o iqamətgahında İlham Əliyev Pezeşkiyanı eyvana dəvət etdi. Eyvana çıxdılar və eyvanda böyük ehtimalla düzdür onun görüntüləri yayılıb, səsi yayılmayıb. 2 dəqiqə, 3 dəqiqə də olsa İlham Əliyev Pezeşkiyanla Azərbaycan dilində danışır. Məncə bu İlham Əliyevin bir strateji addımı idi. Yəni görəndən sonraki Pezeşkiyan rəsmi tədbirlərdə fars dilində danışıb, amma onu bir eyvana çıxartdı ki, heç olmasa ana dilində də iki prezidentlər arasında bir səmimi bir söhbət olsun. İndi səfər başa çatdı. Əslində səfər qısa müddətdə oldu. Pezeşkiyan özü də qeyd etdi ki, Bəndər Abbasda baş verən o partlayışa görə səfər qısa müddətdə olacaq və vəd etdi ki, yenidən Azərbaycana qayıdacaq. Azərbaycan əlbəttə İran arasında ortaq layihələr var. İndi Araz dəhlizi deyilən bir nəqliyyat xətti işə düşməlidir. Araz üzərində körpünün inşası da bitmək üzrədir. Bunda da biz maraqlıyıq. Yəni, bu istiqamət əlbəttə ki, işlərin davamı lazımdır. Əlbəttə biz qonşu İranla normal münasibətlərin saxlanılmasını istəyir. Amma bu bizdən də asılı məsələdir. Məsəl üçün, bir misal sizə deyim. Azərbaycan 91-ci ildə müstəqilliyini qazanıb. Bu 30 ildə, yəni bütün narkotik ancaq İrandan Azərbaycana keçirilməyə çalışılıb. Yəni Azərbaycandan heç zaman sərhəd pozuculuğu olmuyor. Çox maraqlıdır ki, İranda siz də yaxşı bilirsiniz, narkotik yetişdirilməsinə görə narkotik maddələrin daşınması ölüm cəzası mövzudur. Və necə olur ki, bu ölüm cəzasından qorxmayan hansısa qruplar narkotiki yenə də Azərbaycana daşımağa çalışır. Hətta indi müasir üsullardan, dronlardan istifadə etməyə başlıyor. Yəni sanki bizdə şübhə yaranır ki, İranda hansısa dairələr bu yolla da Azərbaycana qarşı təxribatçı siyasət yürüdürlər ki, Azərbaycan gənclərini də bu yolla zəhərləməyə çalışır. Üstəlik o səfirliklə bağlı da məsələlər tam aydın deyil. Burada da Pezeşkiyan qərar verə biləcəkmi? Bizim müəyyən şübhələrimiz var. Ola bizim Pezeşkiyan burada da xoş niyyətlidir. İstəyər ki, o məhkəmənin qərarı yerinə yetirsin. Amma bu da Pezeşkiyan məncə əlində deyil. Çünki görüntülər var. Həmin o terrorçu belə şəxsi qərarı ilə Azərbaycan səfirinə hücum etməmiş. Görüntülərdə də biz izləyirik ki, 40 dəqiqə, 45 dəqiqə səfirin qapısını Kalaşnikov avtomatı ilə döyəcdir, polis qıraqdan, kənardan müşahidə edir. Bütün bunlar ortada varkən, bütün suallar ortada varkən, əlbəttə Pezeşkiyan nə qədər xoş niyyətli olsa da, iki ölkə arasında münasibətləri, yəni belə müsbət istiqamətdə irəlilətmək çox çətin olacaq. Elxan bəy, mən sizlə razılaşıram, statusda yazmışdınız, orada mən oxudum. Bu ki, İranın var olması və onun mahiyyəti, onun quruluşluğunda Azərbaycana xoş niyyət bəslənmir. Azərbaycana xoş baxış yoxdur və bu
oranın instruktorunda ya onun quruluşuğunda yatıbdı, yəni Azərbaycana düşmənçilik bəsləmək. Amma Pezeşiyan, siz demişkən, əgər xoş niyyəti də olsa, bəs burada bu reallıqdır, bu söhbət bundan gedir. Eləyə biləcək bu rabitəni ya bu əlaqələri çox belə gözəlləşdirsin, daha doğrusu, ya hətta normal bir halə gətirsin. Çünki Azərbaycana İran tərəfindən düşmənçilik olubdur. Hüseyniyun terror qrupunu yaradan kimdir? Ya bəzən orada Yəhudi vətəndaşlara saldıran kimdir? Ya terror əməliyyatı aparan kimdir? Ya siz demişkən söhbətlərimizdə var idi, narkotik qaçağıdır Azərbaycana və dronlarla. Ay yoxdur, həftə ya gün yoxdur ki, bir xəbər biz eşitməyək ki, ora başlanılıqdır yenə də uyuşturucu ya narkotik maddələri qaçaq eləmək. O yüzden bu düşmənçilikdə məncə İran rejiminin bu mahiyyətində yatıbdır. Amma indi Pezeşiyan istəsə də, xoş baxışlı olsa, xoş gönüllü də olsa ki, Azərbaycanla məsələlər həll olunsun ki, o məsələlər İran yaradıbdır. Məncə buna əngəl olanlar da vardı və elə Sipahın öz içində də vardı, necə ki, görüntülərdə də vardı. Bir nəfər də orada nizami vardı ki, hər zaman Pezeşiyanın arxasındadır. İndi orada Prezident Əliyevin o istedadı, o yetənəndən asılıdır ki, o eyvanda o səmimi görüntülər eşiyə çıxıbdır. Onsuz o İran şəhərlər deyir, o panfarslar ya bu farsçı faşistlərindən mən söhbət edəyəm ki, yeni bir xəbərdir ki, onlar Azərbaycana qarşı imzazatla toplanmışlar. Bu axın və bu cəryan məncə İranda güclüdürlər və Pezeşiyanın da Azərbaycanla münasibətləri yaxşılaşdırmada əngəl törədən də onlardılar və təbiətən belə bir İran tərəfindən də səmimi mən istəyi özüm hiss eləyə bilməyəm və belə də nəzərə gəlir. Amma ki, Mehdi bəy, sizin söhbətlərinizi eşidə təbiətən... Bir əlavə icazə versəniz, Məhbubə, bir əlavə edim, Mehdi bəydən üzr istəyirəm. Deməli, siz yaxşı xatırlatdınız bu terror olaylarını. Məsəl üçün, millət vəkilimizə qarşı sui-qəsdin təşkili getdi, İrana gəlib çıxdı. Yəni, araşdırıldı, Azərbaycan vətəndaşları öyrədilib, pul, silah verib, təlimat İrandan gəlib. Millət vəkili, Allahdan millət vəkili sağ qaldı, amma ağır yaralandı. Daha sonra bu günlərdə Amerika mətbuatı da yazdı və bu təsdiq olundu. Siz də qeyd etdiniz. Azərbaycanda Yəhudi icmasının liderlərindən birinə qarşı sui-qəsdin izi də gedir, çıxır İrana. Yəni, Gürcüstanda bir soydaşımızı tapıblar. O çox maraqlıdır ki, narkotik alverçisi olan soydaşımız. Hələ güya İranda narkotikə görə ölüm cəzası var. Həmin o soydaşımıza pul veriblər Gürcüstanda, cinayət yolunda sövq edib. O da gəlib Azərbaycanda 2 nəfəri öyrədib və Yəhudi icmasının sədrini öldürməliymişlər, amma bu cinayətin qarşısı alınırlar. İndi burada sual olunur. Bu faktlar ortada var. Yəqin bu faktları Pezeşkiyan'a da Azərbaycan rəsmiləri çatdırıb. İndi Pezeşkiyan gücü çatacaqmı ki, bunu edənlərə desin ki, bəsdirin Azərbaycana qarşı təxribatlar etdiniz. Bəsdirin Azərbaycanın daxili işlərinə qarşı. Bəsdir Azərbaycanda hansısa cinayət planları qurdunuz. Bunu deyə bilərik. Bəlkə də özündə cəsarət tapıb hansısa sepaha bağlı strukturlara deyə bilər. Amma həmin strukturlar prezidentin o dediyi o tapşırıqları yerinə yetirəcəklərmi? Buna şübhələrimiz var. Doğrudur, doğru təsbitdir. Buyurun Mehdi bəy. Hər vaxtınız xeyirli uğurlu olsun. Sözün düzü, Azərbaycan Cumhuriyyəti 1990-lı illərdə bir şəkildə İrana yaxınlaşmaq istədi və səmimi bir davranışı da oldu. O zaman hələ İranın o qıdığı gələn ya acığı gələn hələ bir hərəkətlər də yox idi. Bu İranın tərəfindən, İranın pəncərəsindən baxıram deyirəm bu sözləri. Yoxsa Azərbaycan öz mənfəəti doğrultusunda və onun uğrunda hər hansı bir ölkə ilə əl-ələ sürtə bilər və işbirlik eləyə bilər. Amma o zamanlar İran Azərbaycanın o ehtiyaclarının gidərilməsi doğrultusu yerinə, onun yerinə fərqli ideolojiya ora ixrac etmək istəyirdi, sadir etmək istəyirdi. Ora nə bilim hansısa bir mollanın risaləsini götürürdü, aparırdı filan. Və bu şəkildə sanki orada özü üçün bir yar yoldaş seçməyə çalışırdı, bir tərəfdar seçməyə çalışırdı. Öz ideologiyasına bir yandaş ya tərəfdar bir ayırmağa çalışırdı ki, bir yerə qədər də başarılı oldu. Elə
bayaqları sözü keçən o Gəncə hadisi ya başqa yerlərdəki hadisələr, olaylar elə o zamanlar görülən işlərin sonucunda meydana gəldi, çıxdı. Sonralar da cəhdi yapardı. Tehrana, Qumma, Məşədə, orada burada istədiyi yerlərdə o adamları eğitdi, bəslədi və Quzey Azərbaycana ötürdü, bəzilərini tutdu, saxladı, yanında tutdu demə zindana salmadı. Yəni öz coğrafiyasında saxladı, bəslədi onları və o şəkildə media aləmində və o ortamda Azərbaycana qarşı siyasətlərini yürütdü. Bunu bir jurnalist, bir Güney Azərbaycanlı jurnalist 1997-də sanıram o zaman 12-ci ayda miladi ayla desək, o zaman İslami konferans, dövlətlərin konferansı qurulur Tehranda. Mən də öğrencilikdə, üniversitetdə 1-ci ilim idi. Ona rəhmətlik Heydər Əliyevə bir sual verir ki, İranda belə bir fikir ortaya çıxıbdır ki, Azərbaycan Cumhuriyyəti, nə bilim, İranın acığı gəldi, ya sözdə düşman olduğu İsrailə yaxınlaşıbdır. O da deyir ki, biz ilk başda İranla işbirlik eləmək istəyirdik, qonşuyduq, münasibətlərimiz daha yaxşılaşdıra bilərdik. Amma İran tərəfindən bizim o tələblərimiz doğrultusunda deyil də, başqa öz istəkləri doğrultusunda bizim ölkəmizə girmək istəyirdilər. Biz biraz çəkindik, biraz uzaqlaşdıq, məsələ bəsitdir. Və onun dəyişik örnəklərini, misallarını biz görə bilərik. Mən xatırlayıram, onda yeni Azərbaycan Cumhuriyyəti yeni qurulmuşdu. Bu 1991-dən filandan söz gedir. Quzey Azərbaycandan güneyə gələnlər olurdu. Orada əllərində bir mal gətirirlər, satırdılar, ya alırdılar, aparırdılar. Bir belə İranda deyildiyi kimi bir çəmədani ticarət vardı, valiz ticarəti yola düşmüşdü. Orada İranın o istihbaratı, həm indi İstihbarat Nazirliyinə bağlı olan əmniyyəti güclər, qüvvələr, həm də ki Sepahın o istihbarat əmniyyəti gücləri sanıram orada biraz məsələyə fərqli baxdılar. Onlar gördülər ki, bu get-gəllər mümkündür, parçalanmış olan bir milləti təkrar bir-birinə qovuşdura və ürəkləri yaxınlaşdıra, çalışdırar ki, aranı qarışdırırlar. Misal üçün, nə işləri görürdülər? Mən olduğum şəhərdən misal gətirirəm. Ərdəbildə Quzey Azərbaycandan bir vətəndaş gəlibdir. Orada küçədə, bazarda gəzir, dolanır. Ondan sonra alış-verişə, alverə filana çıxıb. Görürdünüz ki, qarayaxa bir şəkildə, yəni böyle mülki palto geyimdə gəlirdi biri, məsələn Ərdəbilli adı ilə. Bu Quzey Azərbaycandan gələn qonağın papağını vururdu, başından qaçırdı. Uzaqdan baxan elə bilirdilər ki, bir Güney Azərbaycanlı, Quzey Azərbaycanlı o şəkildə rahatsız etdi. Amma o əsl mənada o Güney Azərbaycanlı və o çirkin işi görən şəxs, indi möhtəmələn də öz həmşəhrimiz idi, o istihbaratın adamı idi. Məmur idi ki, o işləri görsün. Və bunu çoxaldırdılar ki, yavaş-yavaş bu beyinlərdə belə otursunlar ki, bu Güney ilə Quzey bir-birini çox sevmir və bir-birini rahatsız edir, incidir. O elə çox belə düşük və əsik işlərə əl vurdular. Əlbəttə, millətin bağı bundan daha güclüdür və onu sayan olmadı. Sanmıram ki, biri ondan yola çıxaraq, məsələn, bu millətin ayrılığına hökm vermiş ola bildi, fitva verdi. Elə bir şey də olmadı. Sadəcə istəyirəm deyəm ki, Tehran rejiminin o belə çirkin siyasətləri haralarda necə işləməyə çalışırdı ki, tutmadı. Sonra o narkotik məsələsində ciddi şəkildə İranın bir rolu vardır. Azərbaycanlı gəncləri bağımlı və orada güneydə deyildiyi kimi mutat etməyə, yəni uyuşturucu maddəyə bağımlı etməyə. Orada da təəssüflər olsun ki, başarılı oldu və Quzey Azərbaycanda bu uyuşturucu maddə, bağımlılıq, nəşəxorluq məsələsi İranın o sayəsində deyək, onun bu siyasətinin sonucunda deyək, bu çoxaldı və inşallah ki, bir an öncə bunun önü kəsilə və ciddi bir tədbirlər də alınır. Gerçi Azərbaycan Cumhuriyyəti kontrol etməyə çalışır, amma hər halda İran da bu tərəfdən siyasətini buraxmır. Mən xatırlayıram ki, bu yolda Quzey Azərbaycanın tutduğu, ya hədəf aldığı, vurduğu, güllələdiyi bəzi şəxslər bəzi yetkililərin yaxınları, əqrəbaları idi. Məsələn, Ərdəbildə millət vəkilinin qohumlarındandı bu işləri görürdülər. Yəni, siyasətə bağlı bir belə qaçaqçılıq filan var idi ki, uyuşturucu maddəni intiryəkdən, heroindən, nə bilim, nədən Quzey Azərbaycana daşısınlar. Burada həm pul qazanırdılar, bir ciddi qazanc, maddi qazanc söz konusu idi. Həm də ki, Azərbaycanlı gəncləri
başlarını yerə tikməyə çalışırdılar ki, təbiətən bağımlı bir insan çox da sinə gərə bilməz, başını dik tuta bilməz və bunun nəticəsini siz məndən daha da yaxşı və dəqiq bilirsiniz, əziz izləyicilər, daha kəza. Odur, o işləri İran görür və bir tərəfdən də buraxmır, əlindən gəldiyi qədər. Bəzən köməyi toxunmuş ola bilər, amma Quranda vardır o çaxırın ya şərabın xasiyyətinə görə deyir ki, onun həm mənfəəti yararlıdır, həm də zərəri vardır. Amma zərəri xeyrindən çoxdur. Belə deyir. Biz də elə baxdığımızda İranın Azərbaycana nisbət Azərbaycana görə xeyri də ola bilər, zərəri də vardır, amma zərəri xeyrindən çox görsənir. İnşallah olmasın, bu bizim istəyimiz deyildir. Bizim istəyimiz ikili gözəl ilişkilər, ondan sonra getgəllər, sağlam şəkildə getgəllər, ticarət filandır. Amma gerçək tablo bunu göstərmir və belə bir indiyə kimi belə gəlibdir. Məsələn, deyirlər ki, Azərbaycana 1990-lı illərdə Qarabağ savaşında yardım eləyibdir. Ola bilsin ki, azdan çoxdan bir köməyə də toxunmuş olar, ya bəlkə Azərbaycanlı əskərlər özləri öz başına bir yardıma keçmək istədiklərində Tehranın siyasəti həmən onun önünü kəsdi. Yəni bir balaca yardımda olsaydı onun qabağını aldılar və əsas yardım Ermənistan tərəfinə oldu və hətta Mənsur Həqiqətpur kimi bir şəxsi göndərirlər o Sepahın uniformasında, paltarında Azərbaycanın o səmimi istiqbalının tərsinə o Azərbaycanın həssas və məhrəm sir bilgilərini alır və ötürür Ermənistan tərəfinə. Bu da İranın o gördüyü işlərdəndir. Bir də ayrı yardım deyirlər ki, nə bilim, o savaşdan qaçanlara dəstək verdi. O da nə iş gördü? Doğrudur, dəstək verdi. Quzey Azərbaycandan, indi deyək ki, Fuzulidən, Zəngilandan filandan hansısa yaxınıdır İranın o ya Güney Azərbaycanın sınırlarına, oralardan qaçanları həmən aldı və ayrı tərəfdən ötürdü Azərbaycanın toprağına ki, güneydə qalmasınlar. Bunlar sonra yenə də bir bağ qura bilərdilər, əlaqələr güclənə bilərdi, saxlamadı. Halbuki Əfqanistandan qaçanları indiyə kimi saxlayıbdır. Əraqdan qaçanları indiyə kimi saxlayıb və bəsləyibdir və başqa yerlərdən də gələn olsaydı ona qucaq açıbdır. Bir tək Quzey Azərbaycandan savaşdan qaçanları saxlamadı. Hamısını ötürdü və getdi Quzey Azərbaycana, orada getdi, kəmp qurdu, çadır qurdu, pul xərclədi, demirik xərcləmədi, amma özünə casus bəsləmək üçün xərcləyirdi ki, bir yerə qədər də yenə də başarılı oldu və casus da götürdü. Görürük ki, Quzey Azərbaycan günü bugündür hələ nə qədər çalışır, onları tamamən təmizləyə bilmir. Amma bu bir keçmişə biz bir göz ucu ilə baxaraq, gələcəkdə cənab Pezeşkiyanın bu səfərindən nələr əldə edə bilər? Təbiətən bir anlaşmalar ola bilər, sözləşmələr imzalana bilər. İnşallah xeyirli, bərəkətli olar hər iki tərəfə. Amma hər şey də Pezeşkiyanın əlində deyildir. Yəni bu Cumhurbaşqanının əlində deyildir. Görürsünüz ki, Tehranda belə istir bir şey deyə ona təlimat gəlir ki, nə bilim, belə danışma, elə danışma. Bu da deyir ki, mənə əmr edirlər. Mən də qalmışam, nə edəcəyəm? Belə bir adam sizcə necə eləyə bilər ki, bir təməldən məsələni çözə ya həll eləyə? Odur, böyük bir bəklənti, umacaq və gözlənti burada yoxdur. Amma iki ölkənin arasında bir miqdar yumuşama ola bilər, yumuşama siyasəti ola bilər. Hər halda iki Cumhurbaşqanı görüşür. Bir tərəfdə təbiətən son söz danışan bir şəxs də vardır, amma İran tərəfindən gedən son sözü danışan deyildir. O əmirbər kimindir. Bir şəkildə baxacaq ki, bunun böyükləri necə ona təlim verirlər, necə ona dəstur verirlər və onu yerinə yetirəcəkdir. Və bir müsahibədə də mən bu ikili görüşmədə türkcə danışmasını çox məntiqli də görmürəm, çünki yanında oturanlar, bununla gedən heyət hamı o dili bilmir. Təbiətən bu da bir ölkəni təmsil edir ki, onun bir rəsmi dili vardır. Orada çox taxılacağımız və ilişib qalacağımız bir şey yoxdur. Elə o şeir-meyir oxuyur, ondan da yuyur gedir məsələni. Amma müsahibədə üçün bir Azərbaycanlı jurnalistlə danışırdı. Bir də bu idi, ikisi danışa bilərdi orada. Yəni Tehranda Azərbaycan türkçəsində o söyləşisini yapara bilərdi, o müsahibəni verə bilərdi. Amma Bakıda farsçada danışa bilər. Çünki yanında oturan o nazirlər, baxanlar, onların hamısı türkçə bilmirlər. Təbiətən məntiq icab edir ki, elə onların bildiyi dillə bu danışa və mütərcim də olur ortada. Orada sıxıntı yoxdur. İkincisi, heç bu dil... Bir iki cümlə deyim, sözü sizə bıraxım. Çox bağışlayın, bilirəm uzun oldu.
O Eyvanya balkon məsələsində mən də elə təxminim o idi, qatılıram Elxan bəyə ki, ən azından orada başqalarını qoymadılar müdaxilə oluna və çıxdılar, iki ana dillərində danışdılar. Bu yerə qədər də bir jest oldu, bir poz vermə oldu, amma ondan önəmli məsələ görürsünüz, Kuzey Kore ilə Güney Kore eyni dildə danışırlar, eyni məzhəbdə, nə bilim, eyni qanda, jende filandadırlar, amma biri o çizginin nə bilim, bu ucundadır, o birisi başqa ucundadır. Çox bir işə də yaramır. Dildə, hansı dildə danışırlar, təbiətən bizim dilimizdə olsa çox gözəl olar, amma olması da önəmli deyildir. Önəmli olan bu düşməncəsinə və xəsmanə siyasətlərin yumuşalmasıdır. Bir dostcasına gözəl bir qonşuluq münasibəti qurmaq doğrultusunda hərəkət etsələr, orası çox bizim üçün önəmlidir ki, orada insanlar fayda götürə, xeyir götürə. Bizim istəyimiz budur ki, hər iki tərəfə faydası yola, bizim də millətimiz oradan bir xeyir götürə inşallah. Buyurun, söz sizdə. Elxan bəy, geostratejik məsələlər önəm daşıyır. Bu Zəngəzur koridorunun açılışından söhbət gedəndə İranda, mediada və rəsmilər başlamışdılar propagandaya ki, ay bizim yolumuz Avropaya kəsildi, biz belə bir koridora yol verməyəcəyik, ya buna bənzər sözlər həm rəsmilərin tərəfindən, həm də mətbuatında, qəzetlərində belə bir məqalələr var idi, belə bir başlıqlarla gedirdi ki, bu tər, hətta belə bir tər səhyonist təhidi. Çox belə bir tərəfdən də qısqanclıq var idi Azərbaycanın qələbəsindən sonra Pezeşkiyanın söhbətlərində də vardı ki, bəli, Qarabağ Azərbaycandır və gərəkdir ki, Azərbaycanda da qalsın. Belə bir söhbətləri olub, amma ki, savaş bitincən yadımızdan çıxmaz ki, Güneylilər edilər ki, videoları çəkirdilər ki, İran rejimi necə Ermənistana silah göndərirdi. Yadımızdadır ki, necə Güneylilər faallar, milli faallar reaksiyon göstərdilər, xiyabanlarda oldular, etirazlarını bildilər İran rejiminə və dedilər, Norduz sərhəd gərək bağlana keçid yolu. Ermənistana gərəkdir ki, yardım olunmasın. İndi sizcə bu Zəngəzur məsələsi danışıqlarda vardı, ona necə yanaşılı, ya bu ki, Nəxçəvana yol İran tərəfindən, onu necə siz görürsünüz, necə dəyərləndirirsiniz? Nə qədər də əhəmiyyət daşıyır bu məsələ, yəni Azərbaycanın mövqeyi nədir və İran məsələlərə necə yanaşır? Buyurun. İranın keçmiş prezidenti helikopter qəzasında ölən prezident İbrahim Rəisi və onun komanda üzvləri, hökumət üzvləri tez-tez həqiqətən Zəngəzur dəhlizi əleyhinə açıqlamalar verirdilər. Son zamanlar biraz o açıqlamalar səngib. Onun da səbəbi var, onu da izah edəcəm. Amma ədalət naminə onu deyim ki, yəni İranın hazırki prezidenti, yəni Məsud Pezeşkiyan dilindən biz Zəngəzur dəhlizi əleyhinə hər hansı bir açıqlama eşitməmişik. Bəs niyə onda bu Zəngəzurla bağlı son zamanlar İran tərəfdən açıqlamalar səngib? Çünki İkinci Qarabağ müharibəsindən sonra İranın mühafizəkar dairələri əndişə içindəyirlər, qorxu içindəyirlər ki, Paşinyan Azərbaycanla razılaşacaq, Zəngəzur dəhlizi açılacaq və İranın həmin mühafizəkar dairələri yanlış olaraq Zəngəzur dəhlizinin açılmasını Azərbaycanın o dəhlizi işğalı kimi anlayırlar. İndi də belə anlayırlar əslində. Güya Azərbaycan o nəqliyyat dəhlizindən rahat istifadə edərsə, oranı da gələcəkdə ələ keçirəcək və İran-Ermənistan sərhədi beləliklə yoxa çıxacaq. Yanlış bir yanaşmadır. Yəni dəhlizlə belə deyək, ərazinin nəzarətə götürülməsi arasında yerlə göy qədər fərq var. Amma indi niyə rahatdırlar həm o İran mühafizəkar dairələri? Çünki Paşinyan özü də Zəngəzur dəhlizinin açılmasında hələ ki maraq göstərmir. Yəni öz dediyini deyir, yox orada bir sərhədçimiz olmalıdır, kömrükçümüz olmalıdır. Biz də deyirik ki, yəni sən 10 noyabr anlaşmasına imza atmısan. O anlaşmada da dəhliz açıq olmalıdır. Yəni bu dəhlizdən biz sərbəst istifadə etməliyik. Paşinyan bu məsələdə dirəndiyinə görə biraz İran mühafizəkar dairələri rahatlaşıblar. Yəni deyirlər ki, onsa Paşinyan özü əleyhinədirsə, niyə biz onda Zəngəzur dəhlizinə əleyhinə açıqlamalar verir? Amma Paşinyan hansısa bir belə mərhələdə Zəngəzur dəhlizinin açılmasına razılaşarsa, nəsə bir açıqlama verərsə, İrandakı həmin o mühafizəkar dairələri yenə də sağa-sola Zəngəzur dəhlizinin əleyhinə açıqlamalar verməyə başlayacaqlar. Burası da məntiqi deyil ki,
Yəni yaxşı, siz Zəngəzur dəhlizinin əleyhinəsiniz. Bəs onda Araz dəhlizinin reallaşmasına niyə müsbət yanaşırsınız? Yəni bu necə məntiqdir ki, deməli Ermənistandan keçən dəhlizə yox deyirsiniz, amma öz ərazinizdən keçən dəhlizə hə deyirsiniz. Yəni əslində bunu Paşinyan biz maddidə hər nə mənə bizim təklifimiz var, yerinə yetirdik. Yəni yatırmaq, pul xərcləməkdən də söhbət edir. Yəni Paşinyan özü də bu sualı İran tərəfinə verə bilər. Yəni deyə bilər ki, siz deyirsiniz ki, Zəngəzur dəhlizi olmasın, amma öz ərazinizdən dəhliz keçirirsiniz. Və sizə onu deyim ki, Paşinyan özü də biraz İranın siyasətindən əslində narazıdır. Bunu açıq deməsə də. Çünki görür ki, Araz dəhlizi reallaşmağa yaxındır. Bax, indi dövlət başçısı İlham Əliyevin Çinə çox uğurlu rəsmi səfəri oldu. Azərbaycan Çinlə orta dəhliz layihəsini reallaşdırmağa çalışır. Çin üçün bu orta dəhliz layihəsi çox vacib. Çünki Çinin öz məhsullarını Avropa bazarına 3 istiqamətdən daşıya bilər. Rusiya istiqaməti dəmir yol. O istiqamətdən artıq Avropa məhsul qəbul etmək istəmir, Ukrayna müharibəsinə görə. İkinci yol okeanlardandır. O çox uzun yol və təhlükəli yoldur. Ən münasib yol Çin üçün orta dəhlizdir. Yəni, Mərkəzi Asiya, Xəzər, Azərbaycan üzərindən, daha sonra Türkiyə və Avropa. Yəni, əslində orta dəhliz, Zəngəzur dəhlizi əlahiddə bir dəhliz deyil. Orta dəhlizin tərkib hissəsidir. Yəni, orta dəhlizin tərkib hissəsi, Paşinyan itirir əslində. Paşinyan anlayır ki, Araz dəhlizi hazır olsa, Azərbaycan rəsmiləri də, İlham Əliyev də açıq deyib. Deyir, siz bizi ləngitdiniz, yəni siz dəhlizi istəmirsinizsə, biz dünəndən istəmirik. Bizim zaten bir yolumuz var, biraz uzaq olsa da, Bakı-Tiflis-Qars, dəmir yolu yük daşımalar da artır. İndi İranla münasibətlərdə suallara rəğmən Araz dəhlizi də açılsa, bu marşrutdan da daşınacaq. Amma burada bir məsələ var. Araz dəhlizi ilə Zəngəzur dəhlizi arasında böyük fərq var. Yəni, Zəngəzur dəhlizi olsa, bu açıq dəhliz olacaq. Yəni, Azərbaycan vətəndaşları yoxlamadan keçmədən Azərbaycanın digər hissəsindən Naxçıvana keçəcəklər. Araz dəhlizi belə olmayacaq. Yəni, Araz dəhlizində aydındır ki, İranın sərhədçisi, kömrü işçisi Azərbaycan vətəndaşını yoxlayacaq. Yəni, bu sərbəst bir dəhliz olmur. Ona görə bütün hallarda yenə də Zəngəzur dəhlizi bizim üçün aktual olaraq qalır. Amma gecikirsə, biz Ermənistanı gözləyən deyirik. İlham Əliyevin də bu barədə açıqlaması var. Dediyim kimi, Araz çayı üzərində də körpünün tikintisi bitmək üzrədir. Paşinyan da görür ki, Zəngəzur dəhlizini gecikdirməklə özünə və ölkəsinə zərər vurur. Çünki sabah yüklər Bakı-Tiflis-Qarsla daşınacaq, daşınma artacaq və İran üzərindən də müəyyən risklər olsa da İran üzərindən daşınmağa başlayacaq. Ona görə əslində Paşinyanın məntiqi olsa bu məsələni sürətləndirər. Azərbaycanın belə şərtini qəbul edib Zəngəzur dəhlizinin açılmasına şərait yaradır. Özü də çox qısa bir xəttdir, yəni cəmi 42 kilometrdir. Yəni düz deyir, Ermənistan deyə bilər ki, mənim pulum da yoxdur o nəqliyyat yolu. Əgər bizimlə razılaşsa, mən inandırım sizi, Azərbaycan özü də maliyyəni öz boynuna götürər. Bir şərtlə ki, sülh sazişi də imzalanır. Baxın, vaxtı ilə Bakı-Tiflis-Qars layihəsi də... Bir sual burada yaranır ki, İran rejiminin özünün təzyiqləri var idi Ermənistan üstündə bu Zəngəzur dəhlizinin koridorunun açılışına, onların gecikməsində ya yox. Biz günellilər belə təhlilimiz var idi ki, İran rejimi özü böyük bir mane idi onun. Yəni Ermənistana baskısı var idi və təzyiqləri var idi ki, Ermənistan belə bir koridorun ya belə bir dəhlizin açılışına meydan verməsin. Necə baxıyorsunuz bu məsələ? Yəni İran burada rolu var idi ya yox idi? Buyurun. Tam doğru bir fikir söylədiniz, tam yerində vurdunuz. Yəni, həqiqətən mən də hesab edirəm ki, İranın bu qədər təzyiqi olmasaydı, bəlkə də Paşinyan Azərbaycanla razılaşardı və Zəngəzur dəhlizi açılardı. Paşinyana da təzyiq etdi İranın mühafizəkar dairələri. Üstə gəldi, Paşinyana müxalif olan qüvvələrə işlədilər. Çünki müxalif qüvvələr, daşnaqlar, digər radikal Ermənistandakı qüvvələr İranın mühafizəkar dairələri aldıqları dəstək sayəsində Paşinyana təzyiqi artırılır. Bəlkə də yenə də mən o fikirdəyəm ki, bu təzyiqlər İrandan olmasa, çünki radikal müxalifətin Ermənistanda o qədər gücü yox idi. İndi biraz özlərinə gəlməyə çalışırlar. Amma Paşinyanın reytingi yüksək olanda keçən il misal üçün müxalifətlə hesablaşmırdı Paşinyan. Bugün də hesablaşmır. İrandan o qədər təzyiq oldu ki, sən yol verməməlisən Azərbaycana, yol verməməlisən, yolu açmamalısan. Paşinyan bu təzyiq qarşısında bəlkə də geri çəkir. Məsələn, sizə onu da deyim ki, açıq. Rusiya heç bu qədər təzyiq etmədi Paşinyana.
O Zəngəzur dəhlizi ilə bağlı. Əksinə Rusiya bəlkə də İrandan fərqli olaraq Zəngəzur dəhlizini istəyirdi. Niyə istəyirdi? Bunun da çox sadə səbəbi var. Robert Koçaryan Ermənistan prezidenti olanda bir çox müəssisələri Rusiyaya satdı. Satdığı müəssisələr arasında Ermənistanın dəmir yolları idarəsi də vardı. Yəni o dəmir yolu inşa olunsa Rusiya deyəcək ki, o dəmir yolları əslində Rusiyaya məxsusdur. Ona görə Rusiya özü də dəmir yolunun açılmasını istəyir İrandan fərqli olan. Yəni Rusiya bu mövzuda Ermənistana təzyiq etmir. Yeganə təzyiqi İranın mühafizəkar dairələri edir. Və mən sizinlə tamamilə razıyam, Güneyli soydaşlarımla da razıyam ki, həqiqətən İranın bu təzyiqləri, bu planı belə deyək, əngəl. Amma burada yenə də Paşinyan özü düşünməlidir. Bu əngəlləmə, Elxan bəy, bu əngəlləmə, bu nəticə etibarilə İranın belə bir senaryosu ola bilər ki, ona bir alternativ özü tərif edir və o da Araz məsələsidir, ya Araz dəhlizi, ya koridor söhbət gedir. Yəni, bu mənfəəti, mənafeyi özünə tərif etmək üçündür ki, o Zəngəzur koridoruna görə Ermənistana təzyiq uyğulayır. Siz necə baxıyorsunuz? Yəni, ikinci alternativ kimin özü mənfi gelir? Belə bir. Həqiqətən belədir. Yəni, faktiki Ermənistanı təliyə saldı İran mühafizəkar dairələri. Ermənistana imkan vermədi ki, Zəngəzur dəhlizi reallaşsın. Çünki Zəngəzur dəhlizi reallaşsaydı Araz dəhlizi olmayacaqdı. Bizim nəyimizə lazım Araz dəhlizi? Belə baxanda İran mühafizəkar dairələrlə bir anlaşma. Düz deyil, gələcəkdə İranda elə mərkəzdən qaçma prosesləri ola bilər ki, Zəngəzur, belə Araz dəhlizi elə bizim öz dəhlizimizə də çevrilə bilər. Amma indi o şərait yoxdur. Nəysə, yəni Zəngəzur dəhlizi reallaşsaydı Araz dəhlizinə heç ehtiyac olmayacaqdı. Əslində İran mühafizəkar dairələri hiylə ilə Paşinyanı təliyə saldı. Bizi yox, Paşinyanı təliyə saldı. Paşinyan itirdi Zəngəzur dəhlizini yubatmaqla. İran Araz dəhlizi mövzusu gündəmə gəldi. Biz də razılaşdıq. İndi dəhliz yəqin bu ilin sonuna qədər işə düşə bilər. Biz Naxçıvana yol da qazanmış olalım. Paşinyan da kənardan baxacaq, Zəngəzur dəhlizi yox, amma ayrı dəhlizlə artıq Azərbaycan vətəndaşları da Naxçıvana keçir, Türkiyəyə də keçir. Üstəgəl Araz dəhlizi ilə orta dəhlizin tərkib hissəsi kimi Çindən yük daşımalar da başlanıb. İran da bunu istəyirdi. Məsələn, İran mühafizəkar dairələri həm də Ermənistana ona görə məmnun oldular ki, İran istədi ki, orta dəhlizin tərkib hissəsi olsun. Araz dəhlizi də Zəngəzur dəhlizi kimi əlahiddə bir dəhliz olmayacaq. Mehdi bəy iqtisadçı da daha yaxşı bunu izah edə bilər. Yəni, bu dəhliz orta dəhlizin tərkib hissəsi olacaq. Yəni, buradan İran da gəlir götürəcək və İranın bölgədə rolu da artacaq. Orta dəhlizin tərkib hissəsi olduğunu. Amma yenə də gec deyil. Yenə də gec deyil. Paşinyan yenə də qərar verə bilər. Paşinyan son zamanlar İran hiləsini məncə anlayıb. Son çıxışına mən diqqət yetirdim onun Ermənistan parlamentində. Deyir ki, biz Azərbaycanla Zəngəzur dəhlizi ilə bağlı daha belə yumşaq təkliflər verə bilər. Məsəl üçün, nə təklif edir Ermənistan tərəfi? Məsələn, biz deyirik ki, Ermənistan sərhədçi, kömürçüsü Azərbaycan vətəndaşını yoxlamamalı. İndi Paşinyan da geri addım kimi nə təklif edir? Deyir, birbaşa təmas olmasın, erməni sərhədçi, kömürçüsü Azərbaycan vətəndaşı. Bunu internet, nə bilim, belə görüntü vasitəsilə həll edək. Yəni, təmas olmadan, ta ki, kameralar vasitəsilə yoxlama keçirilsin. Bu müzakirələr ola bilər. Ya Paşinyan bunu niyə görə təklif edir? Çünki görür ki, bir ildə keçsə, Zəngəzur dəhlizinin əhəmiyyəti Azərbaycan üçün də azalacaq. Və İran burada əslində təliyə saldı Ermənistanı. Mehdi bəy, bu iqtisadi məsələlərdə anlaşmalar da vardı. Yəni, bu ortaq layihələr imzalandı. O 120 nəfərlik bir heyətdən söhbət edirik biz. Pezeşkiyan özü ilə daşıyıb aparıb ora. Və bu sabiqəsi yoxdur, yəni tarixi bir səbəqəsi yoxdur. Belə bir böyük tedadlı bir nəfəratla, heyətlə gedə Azərbaycana. Mən ittifaqan ilə axtarırdım, onu məbləğini də qeyd edəyəm söhbətlərdə. Əgər siz bu iqtisadi əlaqələrdə fikriniz var, ya necə dəyərləndirirsiniz böyük bir iqtisadi mənfəətdən ya iki tərəfli ortaq bir mənafedən söhbət gedir bu danışıqlarda ya yox, yəni belə böyük bir iqtisadi gəlir əldə edilmir, yəni nə Azərbaycan, nə də İran və
elə Suriya olaraq keçmişdə də belə bir müahidələri, danışıqları olubdur, ortaq layihələr imzalayıblar, amma o cür ki, gərək İranla Azərbaycan arasında iqtisadi inkişaf olsun, gəlişmələr olsun, belə bir şeyləri biz görməmişik o tarix boyu. Fəqət elə bizim bu millətimizin, ya o taylı bu taylı, Arazın o tayında bu tayında, Biləsuvarda, Astarada alverlərdən söhbət edən yox, kiçik alverlərdən. O yüzden ki, pan-İranisti düşüncəm bütün azad məntəqələri, ticari məntəqələrin əksəriyyətini də Rəza Şah dövründən aparıbdır cənuba, İranın cənubuna və orada məntəqə azad kişi adıdır, yaradıbdır, bilməyəm, qeşmidi yaradıbdır. Amma Azərbaycanla sınırda belə böyük bir yatırımı İran tərəfindən də biz görə bilmiyoruz ki, belə bir rəğbəti olsun ki, Azərbaycanla iqtisadi əlaqələri genişləndirsin. Necə dəyərləndirirsiniz? Eşidəsizdir, buyurun. Azərbaycanın indiki bu Cumhuriyyətin qurulduğundan az sonra ticarət başladı və ya dediyim kimi elə o əldə xırda ticarət ilə sonra böyük maşınlarla filan daha gəmiyə filan o qədər gərək qalmırdı. Gərçi gəmi yolda vardır. Bakıdan məsələn Əncəliyə ya hətta Astarada da imkan olsa orada ola bilər. Amma orada Tehran bir müddət sonra gətirdi Astaradan və Biləsuvardan keçən mallara ağır tərifə qoydu. Eyni mallar bu Bəndər tərəfindən, yəni Xəlic tərəfindən başqa, Bəndər Abbas və başqa güneydəki limanlar tərəfindən daha ucuza gəlirdi və orada ticarət zəiflədi. Yadınızda olsa Ərdəbildə Bakı malı deyə bir terim var idi, istilah var idi ki, o həmin elə ticarətdən danışılırdı ki, o tərəfdən gəlirdi, Rus malı da gələ bilərdi, Ukrayna malı da gələ bilərdi cinsləri və Azərbaycandan da gəlirdi. O zamanlar Azərbaycanın GDP-si təxminən 400-450 milyon dolardı. Çox zəif bir GDP var idi və o savaşdığı zaman qarşısında olan Ermənistanın 2 milyard dolar filanlıq bir GDP-si var idi. Bu zəif iqtisadla istirdi savaşa və tək qalmışdı meydanda. Ermənistanın da arxasında da ayrı ölkələr də var idi. Hələ o bir tərəfə. Amma İran çox elə bil maraq göstərmədi və bir növ bu daş, atdı daş digirrətdi məsələnin qabağına. Amma Azərbaycan o 400-450 milyon dolardan indi gətirib çıxardıb təxminən 80 milyard dolara. 80 milyard dolar, 80 milyard dolara yetişdiribdir və böyük bir burada sıçrayış olubdur bu GDP-də və özü üçün də potansiyellərin çoxaldıbdır və xarici sərmayələrin axınına da qucağını açıbdır Azərbaycanda və orada yatırım, sərmayə yatırım imkanı çoxalıbdır. O şəkildə bu İran tərəfindən gedən iş adamları eləyə bilərlər, əli dolu qaydalar, həm orada sərmayə götürürlər oraya, həm oradan oranın o bazar və piyasasından özlərinə bir fayda götürürlər. Oraya gedənlər Qərbi Azərbaycan, Ərdəbil və Gilan ustanlanılıbdır ki, bu quru və dəniz yolu ilə Quzey Azərbaycandan qonşu olan ustanların tacirlərini və iş adamlarını oraya aparıblar. Burada bir şəkildə bir məntiq vardır bunun arxasında. İnşallah ki, əli dolu qaydarlar. Çünki bunlar ticari insanlardırlar. Teyxa siyasi heyət deyildir. Onları oraya götürməkdən bir meydan verir ki, siz də burada biz siyasi dəstəkləyirik, ən azından sözdə biz himayət edirik, dəstəkləyirik deyirlər və siz də burada anlaşmanıza baxın. Siyasi zəmin yaradıldıqdan sonra və onun hüquqi altyapıları hazırladıqdan sonra və oradakı iş adamlarının, tacirlərin, iqtisadçıların, yəni o iqtisad işi ilə məşğul olanların bu mənada bir ürəkləri tox olduğunda, arxayın olduğunda burada qazanc götürə bilərlər. Otomatik ticarət qururlar. Yəni sərmayə güvənilir və dinc əmn yer axtarar. Orada bir əmniyyət görsə oraya qonar. Fərq eləməz. Bu elə Azərbaycanda da olsa eynidir, Amerikada da olsa, İranda da olsa təqribən bir-birinə bənzərdir bu məsələ. Odur ki, bu heyətin oraya getməsi möhtəmələn çox da boşuna olmayacaqdır. Yəni bir orada figuran ya qara qoşun ya siyah ləşkər oraya götürmək niyyətləri yoxdur inşallah və bunlar da əli dolu qaydarlar, həm Quzey Azərbaycana xeyri olar, həm Güney Azərbaycana, çünki onların çoxu Güney Azərbaycanlıdır oraya gedənlər. Bu iş adamlarının səfərini mən olumlu, pozitiv və müsbət dəyərləndirirəm. İnşallah siyasət onların işinə maneə törətməz və onlar rahat-rahat işlərini görərlər.
iş adamlarına sən işi buraxdığında onlar mənfəətlərinə baxacaqlar. Hər iki tərəf mənfəətini hansı nöqtədə gördü, orada tutuzdurarlar işləri və orada optimum point oluşar. Bir-birinin o kəsişməsi və təlaqi eləyəcək o nöqtə orada oluşar və İngiliscədə win-win, Türkçədə qazandır, qazan siyasəti meydana çıxar. Qazandır, qazan. Və mən də bu şəkildə baxıram məsələyə. İnşallah Güneylə Quzeyin də bu ticari əlaqəsi güclənər. Bu arada baxdım, dedim, qoy bunu da xatırladım. 580 milyon dolarlıq illik alver ticarəti belə ki, söhbətlərdə gedibdir, danışacaqlar və danışırlar ortaq layihələrdə 10 milyar dolara yüksəltməkdən söhbət gedir ki, istəyirlər qaldırarlar bu ticarət məsələsində. İndi söhbət bundan gedir. Yəni sizin o amarı dediniz, 580 milyon illik ticarətdən söhbət gedir, 10 milyarda qaldırmaqdan söhbət edirlər. Elxan bəy, zamanını nəzərdə alaraq ümumi bir təhlil sizdən mən şəxsən eşitmək istəyirəm. O da bu bir İranla Azərbaycanın ya İranın Azərbaycana qarşı düşmənçiliyinə sonuc gətirən bir səfərə oxşay ya yox. Belə Ermənistandan İranın müdafiə etməsi, arxa durmağı, yardım etməsindən tutun, Güneylilərin ana dilinin yasaq olması İrandan, ya Azərbaycanı elə deyə bilirik ki, bu narkotik maddə qaçağından və sərhəddə terroristi əməliyyatları ya vətəndaşlara qarşı Azərbaycanda terroristi əməliyyatları. Bunlarda İran rejimində bir dəyişiklik görəcəksiniz ya görünəcək gələcəkdə. Yəni bu Səfəri Pezeşkiyanın bu getməsi Azərbaycana belə bir məsələləri ümumən aradan qaldıracaqmı ya yox? Yəni bu ümumi bir son təhlil olsun ki, sizdən eşidək, sonra verilişimizi yekunlaşdıraq. Buyurun. Yəni bu suala keçmədən öncə Mehdi bəyin də toxunduğu iqtisadi mövzuya mən də toxunum. Mən iqtisadçı olmasam da mənim üçün də biraz şübhəli gəlir ki, illik ticarəti 500 milyon dollardan yaxın müddətdə 10 milyarda qaldırmaq məncə real deyil. Heç biz qardaş və strateji müttəfiq Türkiyə ilə bu rəqəmə çatmaq üçün 30 ildir belə deyək də iş gedir, amma hələ də indi yaxınlaşmağa çalışırıq 10 milyard dollara. Zamanı da 5 il təyin ediblər. Yəni mən xəbər ajanslarına... Kaş ki elə olsun, kaş ki məsələn Pezeşkiyan heyətində gələn Güneyli soydaşlarımız, Azərbaycanlı iş adamlar birgə iş qursunlar, ortaq qazan. Bunun siyasi baxımdan da Azərbaycanlılar üçün xeyri və faydası var mən hesab edirəm. Kaş ki belə olaydı, amma biraz real deyil məncə. Yəni o ki qaldı sualınıza, yəni Pezeşkiyan tək qüvvə olsaydı, mən daha müsbət fikirlər söyləyər. İranda tək qüvvə olsaydı, konstitusiyada, anayasada ona bu imkanı versəydi, mən deyərdim ki, bu səfər çox əhəmiyyətlidir, böyük nəticələri olacaq, yaxın əlaqələr qurulacaq, İran-Azərbaycanın daxili işlərinə daha qarışmayacaq, hər şey güllü-gülistanlı olacaq, amma reallıq budur ki, Pezeşkiyan qərar verən deyil. Yəni, qərar vermək istəsə də, ona əngəllər yenə də olacaq. Neçə vaxt prezidentdir də, daxili və xarici siyasətlə hansı istiqamətində dönüş yarada bilir? Bəlkə də daxilən hansısa istiqamətdə dönüş yaratmaq istəyib, amma alınmayıb, çünki imkan verməyiblər. Eləcə də Azərbaycan istiqaməti. Əlbəttə, özündən də çox şey asılı ola bilər. Məsələn, özündə cəsarət tapsa, desə ki, bəsdirin, bayaq dediyim sözləri təkrarlayaraq, Azərbaycana qarşı təxribatçı siyasət yürütməyin. Mən indi Bakıya səfər etdim, İlham Əliyevlə görüşdüm. Biz əlaqələri inkişaf etdirmək istəyirik, ortaq layihələr var. Belə bir məqamda siz yenə də təxribat etsəz, vəziyyət yenidən gərginləşə bilər. Mənim səfərimin nəticəsi olmaz. Və cəsarət tapıb o Sepah generalı, Ali Dinli liderin ətrafındakılara bunu söyləsə, lap elə qapalı görüşlər, demirəm açıq şəkildə söyləməzlər. Lap qapalı şərə getsin, məsələn, bu səfərdən sonra Ali Dinli liderlə görüşsün. Desin ki, belə, nəticələr budur. Amma əngəlləməyin, deyin adamlarınıza təxribat yaratmasın. Sonra Sepah generallarıyla bir görüş keçirsin, onları da xəbərdar edin. Bu olarsa, mən optimist olaram, müsbət nəticələr haqqında danışım. Amma bunun olacağını mən fikirləşmirəm, çünki o da ehtiyatlıdır. Necə ki, keçmişdə möhtədil o islahatçı prezidentlər dediyim ki, Məhəmməd Xatəmi 8 ildə heç nəyə dəyişə bilmədi.
Həsən Ruhani də çox çalışdı, heç nəyə dəyişənmədi. O cəsarəti də tapa bilmədilər özlərində. Və Pezeşkiyanın da onlardan fərqli olacağını zənn etmirəm. Kaş ki olaydı və iki ölkə arasında münasibətlər inkişaf edərdi. Amma yenə də müsbət baxış var ona. Ən azı soydaşımız olduğuna görə, ən azı Şəhriyardan şeir deməsi bizim biraz xoşumuza gəlir. Bakıda da o şeiri deyib. İlham, indi son mən elə sizə müsahibə verərkən telefonda xəbərlərə baxdım. Artıq Azərbaycan televiziyalarında da yayınlanır. İlham Əliyevlə görüşdə də Şəhriyardan bir şeirindən misra deyib. Yəqin Azərbaycanlıların xoşuna gəlməsi üçün bunu bir daha təkrar edib. Daxilən hiss olunur ki, İstəyir Azərbaycanla əlaqələr inkişaf eləsin, istəyir ortaq layihələr reallaşsın. Amma əsas odur, görək cəsarəti satacaqmı, o Azərbaycana qarşı təxribatçı qüvvələri neytrallaşdırsın. Əsas məsələ budur. Çox sağ olun Erxan bəy, dəvətimizi qəbul elədiniz. Sağ olun Mehdi bəy, sağ olun həmvətənlərimiz. Mən təşəkkür edirəm, sağ olun. Sağ olun. Bir nərdə verilişimiz burada başa çatdı, hələlik.